Kürdəmir rayon mərkəzi xəstəxanasında əməliyyat olunandan sonra həyatını itirən şəxsin ölüm səbəbini patoloji anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür. Pancomi TV xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyindən təbib Pancomi TV'nin sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 1987-ci il təvəllüdlü qadın cinsli şəxs 12 may saat 16:30-da vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir rayon mərkəzi xəstəxanasının təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona kəskin apendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb. Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13 iyul saat 08:00-da qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb, deyə məlumatda bildirilib.